Hər vaxtınız xeyir. Bugünkü qonağımız Toğrul. Bugün maraqlı mövzularda qarşı-qarşıya gələcək Toğrul. Mən bunu əvvəlcədən bilirəm. Ona görə başlamamışdan əvvəl birinci səni salamlayıram və Toğrul kimdir? Bizə bir özünü tanıt. Səni tanımaq istəyirik. Daha doğrusu mən tanıyıram, amma istəyirik ki, səni hər kəs tanısın. Təşəkkür edirəm Şahruz dəvətə görə, çox sağ ol. Mən Toğrul Xəlilov, məhsul sahibi olaraq çalışıram MP şirkətində. Product management üzrə 8 ildən çox təcrübəm var. Eyni zamanda Agile üzrə beynəlxalq sertifikatlarım var. PMISP, PSM1, PSPO1, PAL və PAL-BM sertifikatlarım var. Udemy təhsil platformasında və Lucebra təhsil platformasında mən instruktoram. Məhsul sahibi üzrə eyni zamanda Asan İnnovativ İnkişaf Mərkəzində də təlimçiyəm. Bəli, Toğrul, mən sizi çoxdan tanıyıram. Belə köhnə bizim dövrümüz gedib, köhnə bankirlərin fintech sahəsində çalışan insanlar kimi bilirəm ki, dərin backgroundunuz da var fintech sahəsində. Bugün istəyirəm maraqlı bir görüşümüz olsun. O sertifikatlar məsələsində sertifikatlar mən də sevirəm, amma real işdə nə qədər özünü əks elətdirir, bu sual altındadır. Ona görə o pıs piri pis pes nə bilim nə və s. bunları keçək. Əvvəl mən də yazırdım LinkedIn-də. Yaxın dostum Emil Abbasov var. Emil Solution şirkətinin CEO-sudur. Mənə qayıtdı bir gün dedi ki, səni çox istəyirəm. O LinkedIn-dəki o şeyləri sil də, xahiş edirəm. Amma mən heç vaxt yazmamışam, onu deyim. Heç vaxt mən yazmışdım. Mən yazmışdım, səhv eləmişdim. Emil dedi ki, xahiş edirəm, onu sil. Yəni lazım değildi artıq. Dedim, belə baxdım ki, düz deyil. Buradan da Emilə salamlar göndəririk. Toğrul, istəyirsinizsə keçək birinci suala. Buyurun. Baxaq görək mövzumuz necə başlayır. Birinci sualımız məhsulda baq kimin birinci sualımız. Məhsulda baqa kim cavabdehdir? Əsasən Scrum Guide üzrə desək, Scrum Guide deyir ki, Scrum team is responsible for all product related activities. Bütün hallarda, əgər biz Scrum Guide-dan getsək və Scrum Guide deyir ki, sən Scrum-ı qayda əsasən tətbiq edirsənsə, bu Scrum-da, əks halda Scrum deyil. Və biz Scrum Guide-da deyir ki, Scrum komandası, Scrum team cavabdehdir. Amma əslində praktikada elə olmur. Bizdə çox təəssüf ki, məhsul sahibini belə dedicated adam kimi görürlər ki, bug varsa təcili stakeholderlar, əsasən bizdə stakeholderlar satış departamenti olub. Mənim karyeramda həmişə belə olub. Satış departamenti zəng eləyir ki, PO hara baxır? Bu yaxınlarda LinkedIn-də onunla bağlı bir postda paylaşmışdım. PO hara baxır. PO product owner cavabdeh, yəni tək cavabdeh hesab olunur. Amma əslində cavab bu deyil. Cavab odur ki, Scrum Guide deyir ki, Scrum komandası cavabdehdir. Təkcə məhsul sahibindən soruşmaq lazım deyil və ya Scrum Master-ə demək lazım. Bizdə Scrum Master-ı da səhv anlayırlar. Scrum Master-ı denən getsin həll eləsin. O deyil Scrum Master. Adam, yəni ondan ötürü deyil. Cavab budur ki, bütün hallarda bütün komanda buna cavabdehdir. Əla, bug deyəndə biz burada xətalardan danışırıq. Bilməyənlər üçün bəzi terminləri ikimiz də köməkləşək açaq. Çünki bir dəfə mənə irad tutdular çərçivə podkastının birində. Çox terminlərdən istifadə edirik. Ona görə üzrümüz, əffimiz necə deyərlər? Affola. Affola deyirlər. Türklər deyir ki, affola. Bəli, affola. Əla, mənim fikrimcə Scrum Guide-dan daha çox mən real praktikada danışaram. Real praktikada buna məhsul şəxs var, komanda deyə bilərik. Buna QA də deyə bilərik. Buna business analitik də deyə bilərik. Amma mənim üçün bug və bütün məhsuldakı bütün hər şey son cavabdeh şəxs məhsul sahibinin özüdür. Niyə görə? Çünki o elə ona görə hamısından yuxarı maaş alır ki, adı üstündədir, məhsulun sahibi. Mən düşünürəm ki, praktikada 100% siz də bilirsiniz. Bug çıxdı, məhsul sahibi gedir deyir ki, mənim günahım yoxdur, developerın, yəni inkişaf komandasının günahı var, onun var, bunun var. O ayıb sayıram. Mən şəxsən bir məhsul sahibinin gedib öz günahını üstündən atıb başqasına, komanda üzvlərinin kiməsə deməyini, göstərməyini ayıb sayıram. Ona görə mən dayanıram ki, komanda əsasən də məhsul sahibinin cavabdeh olduğunu deyə düşünürəm. Çünki adı üstündə məhsulun sahibidir də. Yəni belə deyək. Maraqlı yanaşmadır. Keçək ikinci suala.
Məhsul sahibinin texniki biliklərə sahib keçək növbəti suala. Məhsul sahibi texniki biliklərə sahib olmalıdırmı? Bu sualda da biz yəqin ki Qarşı-qarşıya gələcəyik, 100% gələcəyik. Mən bunu qəbul eləmirəm. Məhsul sahibi texnik adam deyil. İstisna harda var? Banklarda və IT şirkətlərində bəzən olur ki, məhsulun belə deyək də, texniki inkişaf, məsələn, nümunə üzərindən deyim, biz hər ikimiz bankda çalışmışıq və bankda biz hansısa mobil tətbiq üzərindən, məsələn, deyək ki, müştəri kart edir, o sadəcə onu bir əməliyyat kimi görürdü. Amma onun bəkində nə qədər tranzaksiyalar getdi də, çox böyük əməliyyatlar, böyük proses getdi və biz nəticədə belə deyək, oradakı nə qədər adam çalışır, o məhsulun bəkində çalışan development komandası var ki, vaxtıyla developer olublar, sonra gəlib məhsul sahibi olublar. Bu adamlar texniki adamlar olmalıdır. Hə, bunu qəbul edirəm. Amma bu adamlar isə o da dəyər maksimallaşdırır da. Sadəcə onun maksimallaşdırdığı dəyəri müştəri birbaşa yox, dolayısıyla əldə edir. Amma bütün hallarda əsasən məhsul sahiblərini götürsə, əsasən məhsul sahibləri texniki adam olmamalıdır məncə. Texniki bilikləri definition based olsa, anlasa, başa düşsə kifayətdir. Məsələn, mən data analitiklə bir yerdə oturub hansısa hipotezi təhlil edirəm ki, görək bu disprovendur yoxsa yox. Okay? Mən burada SQL-i bir data analitik qədər niyə bilim ki? Nə ehtiyac var mənə bundan ötürü? Data analitik veriblər komandaya, sağ olsunlar. Data analitik girir SQL-də, mənə lazım olan datanı çıxardır və mənə lazım olan kolumları çıxardır. Mən bundan ötürü data analitikdə, yəni bildiyi qədər niyə gedim select çəkim və bilim? Və ya məsələn deyirəm, bir kodu niyə oturub oxuya biləcək qədər məhsul sahibi olaraq, biznes məhsulunun sahibi olaraq gedim bunu eləyim ki? Hə, məncə definition based sadəcə ünsiyyət alınsın deyə razıyam, amma pure texnik adam deyil məncə. Yəni düzdür, mən indi sənin bir təlimin var, tipiyot təlimin var. Mən istəyirəm ona gəlim, heç vaxt elə bilmirəm, istəyirəm ona gəlim. O təlimi niyə gəlmək istəyirəm mən sənin təliminə? Sırf insanlarla eyni dildə danışa bilim deyə gəlim. Yoxsa mən technical PO anlayışını qəbul eləmirəm. Technical PO olmaq üçün gəlmək istəmirəm də sənin təliminə. Mən gəlmək istəyirəm developerla eyni dildə danışa bilək deyə. Yoxsa məncə PO texnik adam deyil. Məncə nə düşünürsən? Bax, tam tərsini düşünürəm. Toğrul, əzizim. Tamam, başa düşdüm. Məhsul sahibi texniki bilikləri olmalı deyil, misal üçün. Buna qalanda onda mənim məhəlləmdə kalan məhsul sahibi çıxar. Kalan yaxşı oğlan var ki, bunların texniki bacarıqları yoxdur, amma teamwork, məhəllədə belə tədbir yığıncaq, belə komanda işi çox əla bacarırlar. Yəni demək olar ki, onda bizim hamımızın məhəllə uşaqlarının hamısı məhsul sahibi ola bilər də. Yəni mən belə sadə olduğunu düşünmürəm. Həssasız ki, domain, yəni əsas bunun bildiyi sahə, background deyirlər, yəni iş təcrübəsi, keçmişdə işlədiyi işlərdən əldə etdiyi sahə böyük rol oynayır. Amma məncə məhsul sahibinin bir biznes analitik qədər texniki biliyi olmalıdır. Biznes analitikin isə bir məhsul sahibi qədər biznes biliyi olmalıdır. Bunlar qarşılıqlı vəhdətdədir. Tendensiyaya da baxanda mən belə düşünürəm ki, 1-2 il sonra texniki backgroundu, yəni texniki biliyi olmayan məhsul sahibləri heç kimə lazım olmayacaq. Niyə? Çünki reallıqda da bugün praktikada da baxanda onsuz da məhsul sahibi belə çox biznes yönümlü hərəkət eləmir. İcraçı yönümlü hərəkət eləyir. Lokal bazardan gedir söhbət. Globalda da bu belədir əslində. Amma globalda azlıq təşkil, vəhdətindədir də. Bizdə isə biraz çox, yəni lokal bazarda, yerli bazarda məhsul sahibi texniki backgroundu yoxdur, texniki biliyi yoxdur. Amma bunun biznesində bu eləyə bilmir axın. Niyə görə? Çünki mənim rəhbərim, üst idarə heyəti, C-level deyirlər. Yəni bunlar zaten biznes blokundakı müəyyən qaydalara uyğun cavabdeh qərarlar alırlar. Məhsul sahibləri icraçı rolunda olur. Ona görə mən düşünürəm ki, bu get-gedə yoxa çıxacaq və texniki əsaslı məhsul sahibləri çox yüksək tələbatda olacaq və dediyiniz sözdə də çox qatıldığım bir nüans var ki, heç olmasa texniki komanda ilə danışacaq səviyyədə bilin. Bu çox vacibdir. Çünki bayaq biz sizlə danışırdıq, estimation, yəni tapşırıqların
yükü, ağırlığını qiymətləndirmək üçün texniki komandanın verdiyi belə deyim də müddət, qiymətlər və s. bunların saxta olub olmadığını biz bilə bilmərik texniki backgroundumuz olmasa. Yəni necə fikirləşirsən? Razıyam o halda ki, dediyim kimi sırf eyni dildə danışa bilək deyə texniki biliklərim olmalıdır və sırf ondan ötürü mən fikirləşirəm ki, sənin keçdiyin hazırki təlimlər çox ciddi fayda yaradır, dəyər yaradır, amma bu anlayışı da qəbul eləmirəm ki, biznes analitik qədər məhsul sahibi texniki bilikləri olmalıdır. Məsələn, biznes analitik yaxşı biznes analitik olur da. Bizdə belə bir anlayış var axı. Filankəs yaxşı biznes analitikdir, gəl bunu PO qoyaq. Bu məncə düzgün yanaşma deyil. Yaxşı biznes analitik daha yaxşı biznes analitik olur, nəinki PO. Yəni belə baxmaq lazım deyil də. Sən biznes analitiksən, gələcəkdə PO olacaqsan. Bu deyil də. Yəni PO olaraq da yanaşma da başqadır. Yəni razıyam səndən ki, eyni dildə danışaq və ya estimation vaxtı biz bilək ki, məsələn 8 story point verdi. Bu doğrudan da 8 dəyişdi. Bu səviyyədə mən bilməliyəm, razıyam. Amma ümumiyyətlə TPO anlayışının özünü qəbul eləmirəm. Mən technical product owner anlayışını qəbul eləmirəm və nə gözəldir. Yəni başqa fikirlər deyil. Onda belə bir şey deyim. Məhsul sahibi biznes analitik qədər texnikini bilməm. Məncə məhsul sahibi ilə bir mənalı biznes analitik arasında 2 dənə fərq var. Biri introvertdir, biri ekstravertdir. İntrovertlər çox vaxt BA olur, biznes analitik. Ekstravertlər də olur, məhsul sahibi. PO, product owner. Yəni bunun əsas fərq budur sadəcə. Bir də əsas fərq məhsul sahibi biraz vay-şüvəni bacaran adam olmalıdır. Belə deyim də, əməlli başlı Odalov olmalıdır da. Xarakter əsaslı bunun xarakteri bunu tələb edir də. Komandanı irəli çəksin, reklam eləsin, işləri aparsın. Amma biznes analitiklərdə belə olmur. Onlar introvertin yanaşı, onlarda bir dənə şey var. Ver işimi görüm də. Mən işim nədir? Ver o işimin aşırdım, əlasıca. Məndən heç nə istəmir. Abi məni çatmayan sən nədir? Mən Swagger-da girib niyə test eləməyi bilim ki? Belə bacarıram. Bunu sağ olsunlar, uşaqlar öyrədiblər mənə. Bir köhnə iş yoldaşım developer öyrədib mənə. Amma İxtiyar Əsgərov, mən də salam göndərirəm buradan. Paşa həyatda işləyir hal-hazırda. O öyrədib mənə test eləməyi. Onu da sırf öz marağımdan öyrənmişəm amma. Mən bunu niyə bacarım? Bax gördün sən də pillə-pillə get-gedə texniki backgroundu öyrənməyə səni dövr və gələcək məcbur eləyir. Onsuz da bunu TPO da bunu eləmir. Sadəcə elə müəssisələrimiz var ki, misal üçün orada PO ilə BA eyni işi görür. Yəni BA yoxdur da. Məsələn Yumiko'da elə. Yes, bildiyim qədərilə. Onlarda bir adam bunların ikisini də bilməlidir. Və bu xaricdə bu daha çoxdur. Yəni xaricdə daha çoxdur. Vakansiyalara baxsaq, tendensiyada görürəm ki, məhsul sahibi azalır, texniki məhsul sahibi çoxalır. Bu mövzuda bir dəfə Vurğun abi ilə danışmışdım, Vurğun Hacıyev. O da əsasən ondan mən bu fikrə gəldim və araşdırdım. Çox düzgün bildirmişdi ki, texniki məhsul sahibləri yeni erada daha üstə çıxacaq. Yəni və gördüm ki, abi sözünü boş yerə demirik. Və görək indi. Məncə burada fikri rəylərə buraxaq. Görək bizim həmkarlarımız nə fikirləşir. Davam eləyək? Davam eləyək, əlbəttə. Aha. Növbəti sual, Toğrul. Səncə yaxşı məhsul sahibi olmaq üçün hansı bacarıqlar əsasdır? Scrum.org-un rəsmi saytında və rəsmi YouTube kanalında bir mütəxəssisin bildirdiyi fikirdir. Tam razıyam adamdan. Deyir ki, o Scrum-un rəsmi olaraq təlimçisidir. Deyir ki, bir insanda 2 xüsusiyyət olarsa ondan məhsul sahibi olar. Birincisi, müşahidə qabiliyyəti olmalıdır. Adam müşahidə eləməlidir ki, insanların filan problemi var və bu personanın filan problemi var. Onu kənardan absorv eləməlidir ki, ona uyğun hipotez irəli sürsün və ondan sonra gedib həmin hipotezin validated və invalidated olmasını sübut eləsin. Amma bütün hallarda müşahidə
istifadə qabiliyyəti olmalıdır. Yəni adam xaraktercə göz açıq adam olmalıdır. İkincisi də quickly decision maker olmalıdır. Yəni sürətli qərar verməlidir. Bir problem var. Təcili qərar verməlidir ki, biz bu yolla gedəcəyik. Bu yolla getsək tunelin sonunda işıq var. Amma bu bəzən belə olmur. Mən məsələn karyeramda bunu yaşamışam ki, səhv qərar vermişəm. Amma həmin dəqiqə sürətli qərar verməyim lazımdır. Edək və ya etmək. Sistemi dayandıraq, dayandırmayaq. Filan xidməti dayandıraq yoxsa dayandırmayaq. Mən bunu eləmişəm. Səhv qərar verdiyim də olub. Düzdür, təcrübə artdıqca səhvlərin sayı azalır, artıq düz qərarlar verməyə başlayırsan əlbəttə. Amma bütün hallarda belə deyək, bu iki xüsusiyyətə sahib olan adamlar məncə çox yaxşı məhsul sahibi olurlar. Sən nə düşünürsən? Mən biraz mövzuya başqa cür yanaşacağam. Mən düşünürəm ki, bu məhsul sahibinin biraz abardıblar. Yəni bizim belə deyimdə lokalda çox abardıblar hətta deyə bilərəm. Yəni burada belə wow ya da ki fantastik bir vəzifə deyil də məhsul sahibi. Sadəcə məsuliyyətli bir vəzifədir, amma bir wow vəzifə deyil. Məhsul sahibinin bir dənə sual verəcəm, tam başa düşəcəksən. Experience, yəni təcrübə ilə gələn bir sual verəcəm. Səncə komanda içində dedikodu edən kimdir? Dedikodu eləyən ən çox kimdir? Mənim praktikamda bir UX/UI olub, bir də PO-lar. Dinən niyə? Çünki IT həmişə introvert olur, başını aşağı salır, vaxtı İşini olmur. görür, hə. Eyni qaydada biznes analitiklərin əksəriyyəti də, yəni də introvert olur, işini görür. Haçan baxıram aranı qatan ya PO olur, ya da UX/UI dizaynerlər. Hər ikisi çünki danışan adamdır. Yüksək də getilər gedir eləyir. Aktiv adamlardılar. Ona görə bu da demək olar ki, bu xüsusiyyətlərdən biridir. Təbii ki, bu bir zarafat yəni bir yanaşmadır. Ona görə haterlıq eləməsinlər, amma real praktikada budur. Məhsul sahibi və PO və ya BA belə deyək də, bayaq mən dedim hansı amillərə, ona görə bir də toxunmaq istəmirəm, yoxsa məni linç eləyəcəklər. Tamam. Keçən növbəti sual. Hansı kitab, kurs və ya təcrübə sənə ən çox təsir edib? Təşəkkür edirəm suala görə. Mənim üçün birincisi Working Backwards bu kitab idi. Məncə tövsiyə edirəm bütün həmkarlarıma ki, belə stol üstü, masa üstü kitab olmalıdır. Amazon uğur hekayəsidir. İkincisi isə çox da tanınmayan kitabdır, amma çox bəyənmişdim onun hekayəsini. Unlocking Business Agility with Evidence-Based Management sırf data driven decision making-dən bağlıdır və orada əsasən bir neçə biznesləri nümunə göstərmişdi və əsasən BlackBerry telefonları üzərinə getmişdi ki, vaxtı ilə hamının istifadə etdiyi telefon idi və bir anda yox oldu. Apple bazara çox yaxşı məhsul təqdim elədi və bir anda yox oldu. O məhsulun hekayəsini anlatır və çox xırda detallarına qədər gedir ki, yəni customer experience olmadan biz məhsul yaratacaq, sonda nə baş verəcək? Bunu tövsiyə edirəm. Qaldı ki, sertifikatlara və kurslara özümə və digər həmkarlara tövsiyə edirəm ki, texniki biliklər razıyam ki, səndən daha çox tələb var və texniki biliklər artırılması üçün həm yerli, xarici, Udemy və s. onlayn kurslar tövsiyə edirəm və sertifikatlardan isə tövsiyə edirəm ki, PMI-SP-ni alsınlar. Biraz uzun vaxt alır, amma PMI-SP yeni xüsusilə başlayan həmkarlar üçün önəmlidir. Çünki burada təkcə Scrum-ı öyrənmirsən, digər frameworkları da öyrənirsən və daha detallı öyrənmiş olursan. Təkcə Scrum qaydı, IBM qaydı oxuyub öyrənmirsən, daha detallı getmiş olursan. PSP zaten hamının var, hamı alır və üçüncü tövsiyə elədiyim sertifikat PAL IBM-dir, Professional Agile Leadership IBM sertifikatıdır. Bu sertifikat da ondan ötürüdür ki, PO-nun birbaşa eləməli olduğu işdir də, yəni data əsaslı qərar verməlidir. Bunları tövsiyə edirəm. Əslində dediyin kitablar və istiqamətlər çox yaxşıdır. Mən isə sıfırdan başlayanlar üçün hər hansı bir kitabı tövsiyə eləməyəcəm. Niyə görə Toğrul? Çünki mən burada biraz fərqliyəm. Mən özüm bütün o kitablardır, kurslardır, özüm bilirsiniz də siz də. Onsuz da kifayət qədər sertifikatlarımız var, bitirmişik və heç birinin heç vaxt xeyrini görmədim. Niyə görə? Bir, çünki mənim işlədiyim müəssisə o şəraiti yaratmadı ki, mən onu tətbiq edeyim. İki, o tətbiq eləmək üçün belə mənim bir təxəyyülüm olmadı ki, mən oxuduğumu emal edeyim, işdə belə edeyim. Ona görə mən tövsiyə eləyərdim praktiki əsaslı yerli kursları ilk növbədə. Ondan sonra gedib o sertifikatları almaqları ilkin başlayanlar üçün təbii ki. Çünki biz o sertifikatı alanda artıq 8-9 il hərəmizin stajı var idi. Bəlkə də çox, bəlkə az deyə bilmərəm. Yəni bizim üçün o sertifikatları almaq vacib idi. Amma indi birincidən elə gedib o kurslara girib
sertifikatı almaq onlara heç bir dəyər verməyəcək. Çünki o başa düşməyəcək orada cümlə ona nə demək istəyir, misal üçün. Amma praktiki əsasda öyrənib, sonra gedib o kursu bitirəndən sonra, yəni ən azı terminlərini bilib, ən azı frameworklərini, iş çərçivələrini bilib, sonra gedib o kursu öyrənmək daha faydalıdır. Yəni universiteti bitirən kimi, getdim, nə bilim, Coursera-ya, Udemy-yə, ora, bura. Yəni bu biraz fail elətdirir adamı. Ad olur sertifikat. Bu bizə nəyə görə lazımdır ki, olsun da. Çünki o olmasa HR sizi intervyuya, yəni müsahibəyə dəvət eləməyəcək. Sertifikatlara mən biraz basic kimi baxıram. Sadəcə qapıdan keçid basic-idir də, yəni də müsahibəyə girim, görüm Allah nə kərimdir. Bəyox deyirdim, PSPO, LSIM, PSP, PMI. Yəni bunların hamısı mənim üçün praktiki əsasda da gedəndə görürük ki, çox yaxşı nümunə idi, basic-dir yəni. Yəni basic, prosta basic-dir. Yəni sadəcə olaraq basic-dir. Ona görə mən istəyərdim ki, birinci ən azı domain nə olursa olsun, biraz öyrən, içinə gir, sonra get, oxu ki, faydasını alasan. Yerli kurslara mən tövsiyə edirəm ki, odakı praktiki əsasda olanlara, nəzəri yox. Gedirsən, bu nə deməkdir, o nə deməkdir. Mən bunu YouTube-da da deyirlər, bunu Udemy-də də deyirlər, amma praktiki əsasda öyrətmək daha faydalı olduğunu düşünürəm. Bu keçirik növbəti suala. Keçirik növbəti suala. Maraqlı gedir, Toğrul. Məncə də maraqlı gedir. Çünki bəzi məqamlarda razılaşmırıq bir-birimizdən, amma yenə də davam eləyirik. Hə, gedirik. Məhsul sahibləri haqqında ən çox yayılmış yanlış anlaşılma nədir? Məncə, məhsul sahibləri haqqında ən çox yanlış anlaşılma, bəlkə də burada da biz səninlə razı olmayacağıq, amma tək dedicated adam PO-dur. Okey. Nə baş versə PO-dan soruş, mən başa düşürəm, məhsul sahibidir. Yəni ownership olaraq da mən bundan imtina eləmirəm. Ownership götürürəm, problem yoxdur. Amma nə baş versə ondan get soruş məsələsindən razı deyiləm. Məsələn, UAT olunub və biz hansısa bir dizaynda razılaşmışıq da, UAT-dən bir nəticə çıxıb ki, bu template-nə davam edirik. Development olub, ən sonunda qərar verilib və sonra da bir təhlil aparılmışdır ki, bu UAT-ni səhv eləyib dizaynerdə. Axı PO prosesdə iştirak eləmir. UAT-ni səhv eləyib, nəticədə template səhvdir. Development səhv gedib, cost of change artıb, biz dəyişməliyik, təzədən template və s. Burada cavabdeh PO deyil. Burada mən onun tərəfdarı deyiləm, ki, gedək yapışaq product dizaynerin yaxasından ki, sən səhv eləmsən. Kimsə biləm mən tərəfdarı deyiləm. Sadəcə nə baş versə PO-nun soruşulmağın tərəfdarı deyiləm. Mən tərəfdarıyam ki, bütün komanda onu götürsün. Başa düşsün ki, bu nəticə varsa, yaxşıdsa bu hamımızındır. Bizdə əksinə də, yaxşı nəticə baş versə PO-ya mükafat verirlər, bonus verirlər, təşəkkür edirlər. Amma komandaya təşəkkür eləmirlər. Mən tərəfdarıyam ki, yaxşı bir şey baş veribsə komandaya təşəkkür eləsinlər, təkcə PO-ya. Əgər neqativ bir şey baş veribsə də, bir cost of change artdı və ya hər hansı bir defekt varsa, o zaman da bütün komanda onu götürsün, desin ki, uşaqlar, bu hamımız bir yerdədir, retroda deyək ki, retrospektivdə ki, uşaqlar, bax, bu hamımızın günahıdır. Necə eləyək ki, biz bu vəziyyətin daha yaxşısını eləyək və necə eləyək ki, bu problem bir də təkrar olmasın. Yoxsa təkcə stakeholderın qarşısına PO-nu çıxardıb və yaxud da ki, bizdə QBR-larda olur, PO-nu çıxardırsan və yalnız PO cavab verir. Mən bunun əleyhinəyəm. Yəni, yanlış anlaşılma budur. PO-dan ötürü deyil ki, dedicated adam ayıraq, nə baş versə yaxasına yapışaq. PO-dan ötürü ki, PO getsin, persona təhlil eləsin, PO getsin, hipotezlər irəli sürsün, PO getsin, başa fikirləşsin ki, məsələn, hipotez nədir? Fərzlər irəli sürsün, izləyicilərimiz üçün deyirəm ki, fərzlər irəli sürsün ki, bu hədəf kütlənin belə bir ehtiyacı var və o, belə deyək də, ehtiyacı həll eləmək üçün filan solution eləmək lazımdır. Amma bu da gedib measurement olmalıdır, getməlidir, təhlil eləməliyik ki, doğrudan da bu hipotez düzdür yoxsa. PO bundan ötürüdür. PO strateji liderdir, cəl liderdir, şirkətin strateji hədəflərini aparan adamdır. Daha vacib işlərlə məşğul olmalıdır. Nəinki WhatsApp-da, telefonda zəngi cavab verən adam ki, bax gör nədir, tez uşaqlar, yəni hamımızın da cavabımız bəllidir də. Yəni problem var, biz də yalandan deyirik ki, abi demişəm, uşaqlar fiks eləyirlər, baxırlar, fiks eləyirlər falan. PO-dan ötürü deyil məncə. Yəni tək dedicated adam PO-nun olmasını qəbul eləmirəm. Nə düşünürsən? Okey. Mən təbii ki biraz sərtəm bu mövzuda. Tamam. Yəni tək PO deyil, amma birbaşa PO, daha doğrusu birbaşa PO deyil, amma mənim üçün dedicated PO-dur. Məhsulda pis bir şey, yaxşı bir şey. Bunun bəhrəsini, yaxşı bir şeydə komandaya razıyam, amma pis bir şey də biraz sərt olacağım, 100% PO-dur. Mənim üçün bu belədir. Çünki bu adamı görəcəyi başqa nə iş var?
Toğrul ki biraz açıq danışaq da. Tamam, danışaq. Gəl bazara baxaq. Sənin sprintin başladırsa, sənin PO olaraq iş yükün %80 azaldı. Sprint başlayan kimi Всё. razıyam. Düzdür? Yəni sən bekar qalırsan, belə deyək. Açıq deyəcəm sənə. Axı növbəti sprintlər üçün məndən requirementlər gəlir. Yəni Stakeholderların yenə də o böyük bir iş yükü yaratmır axı. Mənim sprintim başladısa, təbii ki, hələ işsiz qalmıram. Yəni amma biz iş yüküm 80%, 70% azalır. Mən bekar oluram. Hər nə iş görsən növbəti sprintə hazırlaşıram. Ona necə hazırlaşdığım artıq özümün vicdanımla mənim aramda qalan bir məsələdir. Yəni iş yükü azalır. Bunu bilirik də. Aha, azalır. Yəni PO-ların bu dəqiqə, yəni mən heç nə demirəm. Sadəcə reallığı deyirəm. Baxanda mən istəyirəm ki, mən PO deyəndə, məhsul sahibi deyəndə, mən bu adamı yolda tutsam, soruşsam, sənin hansı layihən var? Neçə dənə API-in var? Hansı xəta nəyə görə çıxır? Bu yuxudan durğuzanda belə bunu bilməlidir. Yəni məhsula tam sahiblənməlidir. Yəni bizim bazarda isə necə olur? Bayaq bir sualımız var idi. PO-nun hansı xüsusiyyətləri olmalıdır? Bu qayıdaq biraz o suala. Doğru. Bizim bazarda PO-nun bir dənə xüsusiyyəti olsa o yaxşı maaş alacaq. Bir dənə cəmcümü. Özünü satma qabiliyyəti. Всё. Yəni bazarda o qədər məhsul sahibi var ki, A to Z, yəni A-dan Z-yə 2 dənə heç servis və ya xidməti tam işləyib bitirməyib. Və kifayət qədər yaxşı satıcılıq bacarıqları var deyə kifayət qədər yaxşı yerdə işləyirlər və yaxşı maaşlar alırlar. Reallıqda necə olur bu? Kimsə çıxır gedir, hansısa gözünə döndüyüm işi başladır, sonra maaşını qaldırmırlar, bonusunu vermirlər, layihənin axırına yaxın çıxır gedir. Yerinə təzəsi gəlir, təzəsi layihənin sonuna gəlir, ad oldu ki, bu təzə gələnin layihəsidir. Belə şey olur. Belə şey olar. Yəni o da götürür CV yazır, mən bu layihəni işləmişəm. Yəni deyən yoxdur. Yəni bir dənə sual verim. Bizim hamımızın onurğa sütunu nədir? Scrum Team-də. Hə, yəni backend. Bəli. Developer. Yəni sən istəyirsən divara dırmaş, ağaca dırmaş, divara nə bilim cırmaqla, sən IT-dən asılı adamsan. Və məhz backenddən asılılığı var və backendlər bizdə etiraf eləmək lazımdır ki, yaxşı backendlər azdır. Azdır, bəli. Yaxşı frontendlər çoxdur, amma yaxşı backend, məsələn, yaxşı dizaynerlərimiz var, yaxşı QA-lərimiz var, doğrudan da elə QA-lərimiz var. Mənim təcrübəmdə də işlədiyim yerlərdə və backenddə yaxşı backendlər azdır. Çünki backend olmaq çətindir. Ona görə ki, detalına getdikcə daha da çətinləşir deyə. Uşaqlar backenddə daha çox gedirlər kurslara. Çünki oranın maaşı çoxdur da, fikirləşirlər ki, backend-ə gedək. Amma əksinə backend o qədər çətindir ki, yaxşı backendlərin sayı çox azdır. Yaxşı backend yaxşı pul istəyir də. Müəssisə də cahil beyin müəssisə də deyir ki, mən o pulu verəcəyimə təzə 2-3 dənə kurs bitirmiş, nə bilim, 2 il stajı olan birini gətirim. Xərcdən belə deyim, azaldır xərcini, amma buradan long term'ünü fikirləşmir. O cahil. O düşüncə tərzi məncə get-gedə dəyişir. Toğrul, onda keçək növbəti suala. Yeni nəsil məhsul sahiblərinə nə tövsiyə edərsən? Yeni nəsil məhsul sahiblərinə həmkarlarıma tövsiyəm odur ki, birinci işin nəzəri tərəfini öyrənsinlər. İşin nəzəri tərəfini çox az adam bilir. Bayaq dediyimiz, səninlə danışdığımız və hər ikimizin illərlə çalışdığımız hipotezlər, onların təhlilləri, data əsaslı qərar vermə, evidence-based management. Bunu çox təəssüf ki, yeni məhsul sahibləri tətbiq eləmirlər. Yalnız stakeholderdan komanda arasındakı körpü rolunu oynayırlar. Əlbəttə bu işin içində bu var. Product backlog management, stakeholder engagement PO-nun vəzifə öhdəliyidir. Amma paralel olaraq da evidence-based management-i oxusalar, paralel olaraq kitablar oxusalar daha yaxşı olar. Nəzəri biliklərini daha çox artırsalar və ikinci tövsiyəm də ki, customer experience-ə çox önəm versinlər. Çünki əks halda səhv istiqamətdə gedə bilərlər. Müştərinin istədiyi məhsulu deyil, özlərinin intuisiyasından gedə bilərlər ki, nəticədə bu məhsul alınmaya bilər. Ən əsas tövsiyəm bunlardır. Buyur, sən hansı tövsiyələr verə bilərsən gənc həmkarlarımıza? Mən gənc həmkarlarımıza tələsməməyi tövsiyə edirəm. Ən vacib şey, yəni bir il işləyib sonra mən maaşımı artırın, mən filan şey eləyin deməməyi tövsiyə edirəm. Biraz heç olmasa 3 il eyni sizin də dediyiniz kimi
əsas sahəni mənimsəmək 3 il mənimsəməyi tövsiyə edirəm. 3 ildən sonra eyni iş yerində qalmamağı tövsiyə edirəm. Əgər maaşı artırmasalar gedin, dəyişin. Ən vacib nüans budur. Sonra mən tövsiyə eləyərdim ki, daha çox global bazardakı təcrübələri araşdırsınlar, networking tədbirlərinə getsinlər və kənara çəkilməsinlər. Və təcrübəli PO-larla danışsınlar. Təcrübəli PO dediyim bu illə ölçülən bir şey deyil. Sadəcə sahə üzrə bir var tanınan məhsul sahibləri, bir var onların tanınan məhsul sahiblərinin hamısı deməyəcəm, tamam. Amma bir 50% içi boşdur. Bir də var işi bilən məhsul sahibləri. Axtarıb bunları tapsınlar. Onsuz da bu komanda üzvləri ilə, biznes analitiklərlə, developerlarla danışanda onlar deyəcək kimin qabı boşdur, kimin qabı doludur. Onlarla bir tez-tez müsahibələr aparsınlar, dostlaşsınlar, çalışsınlar, ətrafında çoxlu dostlar olsun. Mən bunu tövsiyə edərdim, doğru. Maraqlı idi. Qoşuluram o rəylərə ki, harda ki, həm networking çox önəmlidir, həm də ki, iş yerini dəyişmək barədə %100 razıyam. Yəni iş yeri dəyişmək çox yaxşı təcrübədir. Yəni tamamilə başqa mövzulardan danışaq yoxsa nə? Məncə başqa mövzulardan danışmaq yekunlaşdıraq. Bu qədər olsun, kompakt. Yes. Okay. Tamam onda. Əla, görək rəylərdə sağcılar yoxsa solcular çox olacaq. Mənə də maraqdır. Torul, çox sağ ol gəldin. Çox sağ ol iştirak elədin. Səni tanımaq onsuz da xoş idi. Bugün burada görmək 2 qat xoş oldu. Təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. İnşallah bizim yolumuz tez-tez kəsişəcək və bu sahəyə bir yerdə, bu ekosistemə bir qıvılcım olsa da dəstək ola bilərik. Təşəkkür edirəm Şahruz. Bütün podkast, Çərçivə podkast izləyicilərinə təşəkkür edirəm ki, bizi sona qədər izlədilər. Sənə dəvətinə görə təşəkkür edirəm və ümid edirəm ki, bundan sonra da razıyam səndən ki, ekosistemimizə hər hansı bir faydamız olarsa, hər hansı bir dəyər yaradıqsa, nə xoş bizə. Əla. Təşəkkürlər. Sağ olun. Hələlik.